Salam dostlar, 9 mart 2026-cı il buraxılış imtahanına düşən suallardan 65-ci suala baxağın. Fəzaya aiddir bu sual, prizma, piramida dərsinə. Prizmanın həcmin verib, hündürlüyün verib, oturacağını tapın deyir. Biz bilirik ki, fəza fiqurlarında əgər ki, fiqurların oturacaqları eyni olarsa, yəni bərabər olarsa, onda həcm nəyə bərabər olur? S oturacaq vur hündürlüyə. Əgər oturacaq hər hansısa bir 4 bucaqlı, 5 bucaqlı, 6 bucaqlı hər hansısa bir fiqur, təpə isə bir nöqtədə gəlib birləşərsə, piramida tipli bir şeylər olarsa, həcm olacaq 3də 1 S oturacaq vurulmuş hündürlük. Bizdə prizma dediyinə görə, yəni oturacaqların eyni olduğunu dediyinə görə, mən birinci düsturdan istifadə edirəm. Birinci düsturda prizmanın həcmin verib 120, yazıram 120 bərabərdir. Hündürlüyün verib 8, S oturacaq vurulmuş 8 yazıram. Buradan S oturacaq nəyə bərabər olacaq? 120 bölünmüş 8-ə. 120 də 8-ə böləndə eləyir 15. Cavab A variantı. Misal özü orta səviyyədə misal idi. Qəşəng misaldır. Yəni buraxılış səviyyəsinə aid bir misaldır. Hətta əla misaldır deyərəm. Bu misala verirəm 10 üzərindən 9.92.